Hər kəsə salam. Bugün biz yeni 7-ci sinif dərsliyinin izahına başlayırıq. Səhifə 4 welcome bölməsi. Vocabulary, free time and hobbies. Lüğət, free time boş asudə vaxt and hobbies məşğuliyyətlər, hobilər. Gəlin baxaq tapşırıq 1-ə. Match verbs 1 to 10 with the words in the box to make phrases. Listen, check and repeat. Biz 1-dən 10-a qədər olan sözlərə baxırıq və qutunun içərisində olan ifadələrlə birləşdiririk. Daha sonra dinləyirik, yoxlayırıq və təkrarlayırıq. Gəlin dinləyək və yazaq. 1. Read books. Read magazines. 2. Chat online. 3. Go shopping. 4. Go for a bike ride. 5. Hang out with friends. 6. Listen to music. 7. Make cookies. Make videos. 8. Play an instrument. 9. Take photos. 10. Write a blog. Exercise 1 yazdıq. Gəlin indi tapşırıq 2-yə baxaq. Exercise 2. Listen and write the activities from exercise 1. Dinləyirik və tapşırıq 1-dən aktivitetləri yazırıq. Gəlin dinləyək. Track 2. 1. Two. Ready? Say cheese. Cheese. 3. Aiden! Aiden! Sorry, I can't hear you. Hang on a minute. 4. Okay, are we ready? Yes, we are. Let's go. 5. Let's go to the sports store now. Good idea. We can look at the sneakers. 6. This is my favorite recipe. Cinnamon chocolate chip cookies. They're delicious. Now, let's see. What's next? 7. This one is about movies. There are a lot of reviews and interviews in it. I buy it every week. But I also get a sports one that comes out every month. Okay, dinlədik və düzgün cavabları yazdıq. Gəlin indi tapşırıq 3-ə baxaq. Match the words with the pictures 1 to 8. Circle the two sports that aren't in the pictures. Listen, check and repeat. Biz şəkillərə 1-dən 8-ə qədər aşağıda şəkillər verilib. Onlara baxırıq və uyğunlaşdırırıq. Daha sonra isə hansı iki şəkil burada yoxdursa, onları dairəyə alacağıq. Daha sonra dinləyib, yoxlayıb və təkrarlayacağıq. Gəlin həm dinləyək, həm də yazaq. Starter Unit, Track 3. 1. Gymnastics. 2. Rugby. 3. Sailing. 4. Track and field. 5. Swimming. 6. Basketball. 7. Table tennis. 8. Hockey. Not in the pictures. Volleyball. Windsurfing. Okay, dinlədik, şəkillərə uyğun idman növlərini qeyd etdik. Şəkildə olmayanlar isə volleyball and windsurfing oldu.
Gəlin növbəti tapşırığa keçək. Okay, exercise 4. Complete the list with nouns from exercise 1 and 3. Tapşırıq 1 və 3-də olan isimləri burada qeyd edəcəyik. Verb hissəsi play, go, make, write and read olacaq. Biz isə isim hissəsini yazacağıq. Gəlin baxaq. Play ilə nə ola bilərdi? An instrument var idi. Daha sonra basketball, hockey, rugby yaza bilərik və table tennis and volleyball. Go hissəsinə baxaq. Go ilə nə yaza bilərik? Tapşırıq 1-də go shopping var idi. Daha sonra go sailing, go swimming, go windsurfing bunları yaza bilərik. Make feili ilə biz isimlərdən cookies və videos işlətmişdik tapşırıq 1-də. Onları da qeyd edirik. Write yazmaqla nə ola bilər? Write blog ola bilər. Books, magazines, music. Eyni zamanda read ilə də eyni şeyləri qeyd edə bilərik. A blog, books, magazines and music. Okay, gəlin tapşırıq 5-ə baxaq. Tapşırıq 5-də discuss the questions. Sualları müzakirə etməliyik. Birinci sualımız, what's your favorite sport to watch on TV? Televizorda izləmək üçün ən çox sevdiyiniz idman növü hansıdır? İkinci, what's your favorite sport to do? Ən çox sevdiyiniz, yəni etməyi sevdiyiniz idman növü hansıdır? Üçüncü, what isn't a good sport to do on your own? Tək başına etmək yaxşı olmayan idman növü hansıdır? Bu suallara cavab verəcəksiniz. Daha sonra burada explore it hissəsinə baxırıq. Is the sentence true or false? Cümlə doğrudur yoxsa yanlışdır? Gəlin baxaq. Rugby is popular in many countries. Rugby bir çox ölkədə populyardır. But it's the only sport in exercise 3 that isn't played at the Summer Olympic Games. Deyir və tapşırıq 3-də yay olimpiya oyunlarında oynanılmayan yeganə idman növüdür. Təbii ki, bu yanlışdır. Rugby oynanılan idman növüdür. Ona görə false yazacağıq. Find another interesting fact about sports and write a question for your partner to answer. İdmanla bağlı başqa bir maraqlı fakt tapmalısınız və dostunuza, partnyorunuza cavablandırması üçün bir neçə sual yazacaqsınız. Daha sonra o sualları yönləndirəcəksiniz yoldaşınıza, o isə cavab verəcək.